Salam əziz abituriyentlər. Azərbaycan dili toplu 11 illikdən tamamlıq testlərin izahına baxaq. Birinci testdə hansı cümlədə tamamlıq feili birləşmə ilə ifadə olunmuşdur? Biz bilirik ki, feili birləşmələr bölünür 3 yerə. Məstər tərkibi, feili sifət tərkibi və feili bağlama tərkibi. Hansı cümlədə tamamlıq feili birləşmə ilə ifadə olunmuşdur? Feili bağlama tərkibi onsuz da tamamlıq ola bilmir. Məstər tərkibi və feil sifət tərkibi axtarmalıyıq. A variantında keçənə güzəşt deyərlər. Güzəşt deyərlər kimə? Keçənə. Burada vasitəli tamamlığımız feili sifətlə ifadə olunub. Qalanlara salam olsun. Salam olsun kimə? Qalanlara. Burada vasitəli tamamlıq feili sifətlə ifadə olunub. Vətən yolunda canından keçənləri xalq unutmaz. Unutmaz kim xalq? Kimi unutmaz? Vətən yolunda canından keçənləri. Bu isə olacaq feili sifət tərkibi, yəni feili birləşmə. Variantımız C variantıdır. Yanımızdan keçən adam köməyə gəldi. Köməyə gəldi kim adam? Hansı adam? Yanımızdan keçən. Burada feili birləşmə təyin funksiyasındadır. Keçən günə gün çatmaz, calasan da günü günə. Burada isə feili birləşmə ilə ifadə olunan tamamlıq yoxdur. Bu səbəbdən variantımız olacaq C variantı. 2-yə baxırıq. Sözləri bir ildırım kimi insanın beyninə sancılardı. Sancılardı nə? Sözləri nəyə? İnsanın beyninə. İnsanın beyninə tamamlıqdır və 3-cü nöqtəyini söz birləşməsi ifadə olunub. Bu da ismi birləşmədir. 3-ə baxırıq. Dostunun işə laqeyd münasibətini xoşlamırdı. Xoşlamırdı nəyi? Dostunun münasibətini. Dostunun münasibəti 3-cü nöqtəyini söz birləşməsidir, yəni ismi birləşmə ilə ifadə olunub. 4-ə baxırıq. Bundan mən də razıyam cümləsində tamamlıq nə ilə ifadə olunub? Razıyam. Nədən? Bundan. Bu da olacaq işarə əvəzi. 5. Abırlı ilə dostluq et, abırsızdan uzaq ol. Dostluq et kim ilə? Abırlı ilə. Uzaq ol kimdən? Abırsızdan. Abırlı və abırsız nitq hissəsi olaraq götürəcək sifət. 6-ya baxırıq. Qırmızı güllü paltar onun gözəlliyini daha da artırırdı. Artırırdı. Nə? Paltar. Nəyi artırırmış? Onun gözəlliyini. Onun gözəlliyi də yenə də 1T yərlik plus 2T mənsubiyyət, yəni 3-cü növ birləşmə kimi ismi birləşmə ilə ifadə olunmuşdur. 7-yə baxırıq. Cabbar Qaryağdıoğlu məclisdə oturanları diqqətlə süzdü. Süzdü kim? Cabbar Qaryağdıoğlu kimi? Məclisdə oturanları. İfadə olunacaq feili sifət tərkibi ilə. 8-ə baxırıq. Tamamlığı feili birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Vətəndən bura oxumağa gələn hər kəs əzizdir. Əzizdir kim? Hər kəs hansı? Vətəndən bura oxumağa gələn. Yəni bu cümlədə ümumiyyətlə tamamlıq yoxdur. B variantı. Dinləməyi bacarmaq lazımdır. Lazımdır nə? Dinləməyi bacarmaq. Bu cümlə mübtədə xəbərdən ibarətdə tamamlıq yoxdur. Cibindən çaxmağı çıxarıb ocağı alışdırdı. Alışdırdı nəyi? Ocağı. Nə tərzdə? Cibindən çaxmağı çıxarıb. Buradakı tamamlıq isə isimlə ifadə olunub. D variantı. Niyazi küsməyi bacarmazdı. Bacarmazdı kim Niyazi? Nəyi küsməyi? Burada isə vasitəsiz tamamlığımız məstərlə ifadə olunub. Y variantı. Biz gənclərə vətəni qorumağı öyrətməliyik. Öyrətməliyik xəbər. Kim? Biz mübtəda. Nəyi öyrətməliyik? Gənclərə vətəni qorumağı. Məstər tərkibi ilə ifadə olunmuşdur. Bilirik ki, məstər özündən əvvəlki sözdən birləşərək tərkib yaratmaq funksiyasına malikdir. Deməli, variantımız olacaq Y variantı. 9-a baxırıq. Tamamlığı ismi birləşmə ilə ifadə olunmuş cümləni müəyyən edin. Divar saatı yaxşı işləmirdi. İşləmirdi nə divar saatı, nə tərzdə yaxşı. Gördüyümüz kimi A variantının ümumiyyətlə tamamlıq yoxdur. B variantı. Quşlar yaşıl bağçada cəhcəh vururdu. Cəhcəh vururdu. Nə quşlar? Harada bağçada? Hansı bağçada? Yaşıl. Bu cümlədə də tamamlıq yoxdur. Biz qarşıdakı otağı nəzərdən keçirdik.
Nəzərdən keçirdik kim, biz, haranı, otağı, vasitəsiz tamamlıqdır. Hansı qarşıdakı. Burada tamamlığımız ifadə olunub isimlə, yəni söz birləşməsi ilə deyil. Məktəbin həyətində iməclik keçirməyi planlaşdırdıq. Planlaşdırdıq. Nəyi? İməclik keçirməyi. Harada? Məktəbin həyətində. Vasitəsiz tamamlıq söz birləşməsinə ifadə olunub, lakin iməclik keçirmə məsdər tərkibidir, yəni feili birləşmədir. Y variantı, rəngsazlar idman zalını rənglədilər. Rənglədilər kim rəngsazlar? Haranı? İdman zalını. Vasitəsiz tamamlığımız ikinci növ təyini söz birləşməsi, yəni ismi birləşmə ilə ifadə olunub. Bu səbəbdən variantımız olacaq Y variantı. Ona baxırıq. Hansı cümlədə müxtəlif suallara cavab verən tamamlıqlar işlənmişdir? Əgər bizdən müxtəlif suallara cavab verən tamamlıq istəyirsə, şərtdə mütləq vasitəsiz tamamlıq axtaracaq və vasitəli tamamlıq axtaracaq. A variantında şair qəhrəmanın igidliyi haqqında danışdı. Danışdı kim şair, nə haqqında? Qəhrəmanın igidliyi haqqında. Vasitəli tamamlıq var, o da nə haqqında sualına cavab verir. B variantı lazımdır. Nə? Kitab, dəftər. Nə məqsədlə lazımdır? Şagirdləri təmin etmək üçün. Bu cümlədə isə ümumiyyətlə tamamlıq yoxdur. C variantında Arif xaricdə təhsil alan oğluna məktub almışdı. Almışdı kim Arif? Nə alıb, nəyi alıb məktubu? Bu vasitəsiz tamamlıqdır. Nə sualına cavab verir? Kimdən alıb? Oğlundan. Burada vasitəli tamamlıqdır. Kimdən sualına cavab verir? Hansı oğlundan? Xaricdə təhsil alan. Bu isə təyindir. Deməli, C variantını götürəcəyik. Çünki burada həm vasitəli, həm vasitəsiz tamamlıq var və müxtəlif suallara cavab verir. D variantında rəis hamı ilə çox mehriban söhbət edirdi. Söhbət edirdi kim rəis, kim ilə hamı ilə vasitəli tamamlıq, nə tərzdə mehriban. Deməli, burada yalnız bir tamamlıq olduğu üçün müxtəlif suallara cavab verən tamamlıq axtara bilmərik. Y variantı o şagirdlərlə, dəvət etdiyi qonaqlarla həyətdə qarşılaşdı. Qarşılaşdı kim o? Kimi ilə şagirdlərlə vasitəli tamamlıq, kim ilə qonaqlarla vasitəli tamamlıq, harda, həyətdə, hansı qonaqlarla dəvət etdiyi və nəticədə Y variantında da iki tamamlıq var. İki həmciz tamamlıq var, düzdür, amma hər ikisi vasitəli tamamlıqdır və kiminə sualına cavab verdiyi üçün müxtəlif sual götürə bilmirik. 11-ə baxırıq. Cümlələrin birində iki tamamlıq işlənmişdir deyirsə, qardaşım sənətini sevir və ondan zövq alırdı. Sevir kim qardaşım? Nəyi? Sənətini. Vasitəsiz tamamlıq. Zövq alırdı. Nədən? Ondan. Bu isə vasitəli tamamlıq. Deməli iki tamamlıq A variantı. Çantasını götürüb otaqdan tələsik çıxdı. Çıxdı. Nə tərzdə? Tələsik. Hardan? Otaqdan. Nə tərzdə çantasını götürüb. Burada isə tamamlıq yoxdur. İndi ovçu o meşələri axtarırdı. Axtarırdı kim? Ovçu. Haranı? Meşələri. Vasitəsiz tamamlıq. Hansı? O. Nə zaman? İndi. Burada yalnız bir tamamlıq var. Hər yerə çiçəklərin ətri yayılıb. Yayılıb nə? Çiçəklərin ətri. Hara? Hər yerə. Burada da tamamlıq ümumiyyətlə yoxdur. Hamı haqlı olduğuna sübut etməyə çalışırdı. Çalışırdı kim? Hamı. Nəyə çalışırdı? Nə məqsədlə çalışırdı? Nə üçün çalışırdı? Haqlı olduğunu sübut etməyə. Burada da tamamlıq yoxdur. Deməli variantımız olacaq A variantı. 12. Biz də Azərbaycan torpağını qorumalıyıq cümləsində işlənmiş ikinci dərəcəli üzv haqqında verilənlərdən hansı yanlışdır? Qorumalıyıq biz haranı? Azərbaycan torpağını. Deməli tamamlıq haqqında yanlış fikir axtarmalıyıq. Yer zəflidir, yanlışdır. Zəfliyin haranı sualı yoxdur. İfadə olunduğu söz birləşməsinin hər iki tərəfi isimdir. Azərbaycan xüsusi isim, torpaq isimdir. Deməli B düzdür. İsmin birləşmə ilə ifadə olunub. İkinci növ təyin söz birləşməsinə ifadə olunub. Mübtədə ilə əlaqələnməyib. Biz bilirik ki, sintaktik əlaqələrdə mübtədə tamamlıqla sintaktik əlaqəyə daxil ola bilmir. Bu da doğrudur. Xəbərlə tabirlik əlaqəsi nədir? Biz bilirik ki, Azərbaycan torpağını vasitəsiz tamamlıq, qorumalıyıq da olacaq xəbər və nəticədə vasitəsiz tamamlanan xəbər arasında mövcuddur idarə əlaqəsi. Bu da doğrudur. A variantı yanlış variantdır. Cümlələrdən birində tamamlıq nə sualına cavab verir. Biz bilirik ki, nə sualına qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq
cavab verə bilir. Qara şəvə saçları təbiət vermiş mənə. Qara şəvə saçları mənə təbiət vermişdi. Təbiət vermişdi nə saçları? Kimə? Mənə. Hansı şəvə, hansı qara? Burada vasitəli tamamlıq mövcuddur, vasitəsiz tamamlıq yoxdur. Samirə xanım, sizə mütləq kömək edəcəyim. Kömək edəcəyim xəbər sizə vasitəli tamamlıqdır. Gözlərinin yaşını silə bilmədim. Silə bilmədim. Nəyi? Gözlərinin yaşını. Müəyyənlik bildirən vasitəsiz tamamlıqdır. D variantı. Sədi Kamal onun sözlərini eşitmədi. Eşitmədi kim? Sədi Kamal. Nəyi? Onun sözlərini. Müəyyənlik bildirən vasitəsiz tamamlıqdır. Biçirdilər kim kəndlilər? Nə biçirdilər? Nəyi biçirdilər? Bu isə olacaq qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq və nə sualına cavab verəcək. Variant Y. Babalarımız bizə doğma yurdu ürəkdən sevməyi vəsiyyət edib cümləsində altından xətt çəkilmiş cümlə üzvü nə ilə ifadə olunmuşdur? Vəsiyyət edib kim babalarımız kimə bizə nəyi vəsiyyət edib? Doğma yurdu ürəkdən sevməyi. Məstər tərkibi ilə ifadə olunub. Variant Y. 15. Böyüyə hörmət etməyi babalardan öyrənmişik. Öyrənmişik kimdən babalardan? Nəyi öyrənmişik? Böyüyə hörmət etməyi. Məstər tərkibi götürəcəyik bunu da variant B. 16. İldə bir dəfə əmisindən baş çəkməyə Akif heç vaxt unutmazdı. Unutmazdı kim Akif? Nəyi? İldə bir dəfə əmisindən baş çəkməyi. Yenə məstər tərkibi ilə ifadə olunmuşdur. 17. Aylıq maaşı az olanlara humanitar yardım verildi. Verildi nə yardım? Necə yardım? Humanitar kimə? Aylıq maaşı az olanlara ifadə olunub fe'li sifət tərkibi ilə. 18. Fe'li sifət tərkibi ilə ifadə olunan tamamlığın işləndiyi cümləni müəyyən edin. A variantı. Onun dediklərini uşaqlar da təsdiqləyir. Təsdiqləyir kim uşaqlar? Nəyi təsdiqləyirlər? Onun dediklərini. Biz bilirik ki, birinci tərəfdə yiyəlik hal, ikinci tərəfdə dıq plus mənsubiyyət gördükdə bu birləşməni adlandıracaq fe'li birləşmə. Deməli, A variantında fe'l sifət tərkibi ilə ifadə olunan tamamlıq var. B variantı, Səlmənin bu işdən xəbəri yoxdur. Yoxdur. Nə? Səlmənin xəbəri. Mübtədə xəbərdə tamamlıq yoxdur. C variantı, biz Azərbaycanın xoşbəxt gələcəyinə inanırıq. İnanırıq kim biz? Nəyə? Azərbaycanın xoşbəxt gələcəyinə. İsmi birləşmə ilə ifadə olunur. D variantı, keçiriləcək nə yığıncaq, nə zaman sabah. Burada tamamlıq yoxdur. Y variantı, daha heç nə qorxulu deyil. Qorxulu deyil nə heç nə. Burada da tamamlıq yoxdur. Variant A. 19. Heç kim bilmir bu dağların yaşını. Bilmir kim? Heç kim. Nəyi bilmir? Dağların yaşını. Hansı bu? Tamamlıq ifadə olunub ismi birləşmə ilə. 20'ye baxırıq. Hər adamla oturub durmağı özünə yaraşdırmazdı. Özünə yaraşdırmazdı nəyi? Hər adamla oturub durmağı. İfadə olunub məstər tərkibi ilə biri götürürük. Müdürü həmin gün idarəyə çağırdılar. Çağırdılar kimi müdürü? İfadə olunub isimlə. Kür qırağının əcəb seyrəngahı var. Var nə? Kür qırağının seyrəngahı. Bu cümlədə tamamlıq yoxdur. Havayı söz danışanlardan xoşum gəlmir. Xoşum gəlmir kimdən? Havayı söz danışanlardan fe'li sifət tərkibi ilə ifadə olunub. 4'ü götürürük. O cür səfalı kəndi qoyub bura niyə gəlmisən? Gəlmisən xəbər. Niyə? Səbəb zərfliyi. Bura yer zərfliyi. Bura niyə gəlmisən? Nə səbəbə? O cür kəndi qoyub. Burada ümumiyyətlə tamamlıq yoxdur. Abşeron bağlarının havasına həsrətəm. Həsrətəm nəyə? Abşeron bağlarının havasına. Bu da ismi birləşmə ifadə olunur. 1, 4, 6 variant C. 21. Hop-hopun göy gürültüsuna bənzər səsini eşidən kimi dünyaya yeni bir şairin gəldiyini anladılar. Anladılar nəyi? Dünyaya yeni bir şairin gəldiyini. Dıq plus mənsubiyyət özündən qabaqki sözlərlə birləşərək yaradı fe'l sifət tərkibi. 22. Hamı xalqa sədaqətlə xidmət etməyə çalışmalıdır. Çalışmalıdır kim hamı? Nəyə? Xalqa sədaqətlə xidmət etməyə. Məstər tərkibi ilə ifadə olunub. 23. Dünən düz sandığımı bugün əyri sanıram. Sanıram. Nəyi? Dünən düz sandığımı. Fe'li sifət tərkibi ilə ifadə olunub. 24. Cabbar Qaryağdıoğlu xalq mahnısı oxudu. Oxudu kim? Cabbar Qaryağdıoğlu. Nə oxuyub? Nəyi oxuyub? Xalq mahnısını. İkinci növ təyini söz birləşməsi ismi birləşmə ilə ifadə olunur. 25.
Müxtəlif suallara cavab verin tamamlıq istəyirsə, vasitəli və vasitəsiz tamamlıq seçsək, cavablarda daha rahat olar. Kəkliklər bizim gözlənilməz gəlişimizdən hürküb, pırıltı ilə havaya qalxdılar. Qalxdılar nə kəkliklər, haraya, havaya, nə tərzdə pırıltı ilə. Nə səbəbə bizim gözlənilməz gəlişimizdən hürküb. Burada gördüyümüz kimi ümumiyyətlə tamamlıq yoxdur. B variantı. Demokrit demişdir, insanlar toxumağı hörümçəkdən, oxumağı bülbüldən, qurmağı isə arılardan öyrənmişlər. Öyrənmişlər kim insanlar nəyi toxumağı, nəyi oxumağı, nəyi qurmağı. Bu olacaq bizim vasitəsiz tamamlığımız nəyi sualına cavab verəcək. Nədən hörümçəkdən, nədən bülbüldən, nədən arılardan. Burada isə nədən vasitəli tamamlığın sualı olacaq. Deməli, həm vasitəli, həm vasitəsiz tamamlıq variant B. C variantında axır zamanlar o axşam gün batan kimi bazarı tərk edir, hara isə tələsirdi. Tərk eləyən odu, haranı bazarı, bir dənə vasitəsiz tamamlıq var. O ağır çəkmələrini asfaltın üstündə taqqıldada yeriyirdi. Yeriyirdi kim o? Nə tərzdə ağır çəkmələrini asfaltın üstündə taqqıldada. Zəflik, yəni cümlədə tamamlıq yoxdur. Qafar dayı xörəyini yedi, çayını içdi. Burada nəyi yedi, xörəyini, nəyi içdi, çayını, yalnız vasitəsiz tamamlıq var və nəyi sualına cavab verir. Bu səbəbdən də variantımız olacaq B variantı. 26. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri. Tanımışdır hara Azərbaycan, nəyi vaxtsız qapı döyənləri. Feili sifət tərkibi ilə ifadə olunub. 27. Təsiri alın sualına cavab verin tamamlıqla bağlı fikirlərdən biri yanlışdır. Təsiri alın sualına cavab verin tamamlıq vasitəsiz tamamlıqdır ki, biz bilirik kimin, nəyi, haranı, nə suallarından birinə cavab verəcək. İsmi xəbərlə əlaqələnə bilir. Ümumiyyətlə yanlışdır. Vasitəsiz tamamlıq feili xəbərlə əlaqələnir. Təsiri feilinə əlaqələnir. İsmi xəbərlə əlaqələnən tamamlıq isə vasitəli tamamlıqdır. Məsələn, bu kitab o kitabdan maraqlıdır. Maraqlıdır nə kitab, nədən kitabdan. Burada vasitəli tamamlıq ismi xəbərlə əlaqələnir. Amma vasitəsiz tamamlıq ismi xəbərlə əlaqələnmir deyə A variantı yanlışdır. İsmi birləşmə ilə ifadə oluna bilər. Məsələn, mən onun qardaşını tanıyıram. Nitq hissələri ifadə oluna bilər. Mən birincini görürəm. Feili birləşmə ilə ifadə oluna bilər. Məsələn, mən sizə testləri diqqətlə işləməyi məsləhət görürəm. Məsələ tərkibinə ifadə olunub. Cümlənin əvvəlində işlənə bilir. Onun cavablarını qiymətləndirirəm. Qiymətləndirirəm nəyə? Onun cavablarını. Bu da doğrudur. 28. Tamamlığa aid olmayan xüsusiyyəti müəyyən edin. İsmin aldıq və yiyəlik hallarından başqa qalan halların sualına cavab verir. Doğrudur. Xəbərlə birlikdə cümlənin qrammatik əsasını təşkil edir. Bu yanlışdır. Çünki qrammatik əsas biz bilirik ki, mübtədə və xəbərdir. Tamamlıq ikinci dərəcəli üzdür və qrammatik əsas ola bilmir. Variant B. İsmi xəbərlə bağlı ola bilir. Bayaq cümlə dedik. Bu kitab o kitabdan maraqlıdır. Həm nitq hissəsi, həm söz birləşməsi ilə ifadə oluna bilir. Mən onu görürəm nitq hissəsi, mən onun çalışqanlığını görürəm söz birləşməsi. Əşya məzmunu bildirir, doğrudur. Variant B. 29. Tamamlığı feili birləşmə ilə ifadə olunan cümləni müəyyənləşdirin. Feili birləşmələrdən məsdər tərkibi və feil sifət tərkibi ilə ifadə oluna bilər. Onlar sakitcə dayanıb hörmətlə qonağı gözləyirlər. Gözləyirlər kim onlar, kimi qonağı burada isimlə ifadə olunub deyə A-nı çıxırıq. Gördüyümüz iş nənəmin xoşuna gəldi. Xoşuna gəlmə frazeoloji birləşmədir. Tərkibindəki mənsubiyyətə görə özünə əvvəlki yiyəliklə birləşir, xəbər olur. Nə iş, hansı gördüyümüz bu cümlədə tamamlıq yoxdur. C variantı baxılmalı sənədlər hələ də çoxdur. Nə sənədlər, hansı baxılmalı, nə zaman hələ. Nəticədə burada da tamamlıq yoxdur. Tətilə qədər oxuyacağım kitabları ayrıca bir rəfə yığdım. Yığdım nəyi? Kitabları vasitəsiz tamamlıq isimlə ifadə olunub. Y variantı. Öz sədəsini başqasının bədbəxtliyi üzərində qurmaq istəyəni hamı lənətləyir. Lənətləyir kim hamı? Kim lənətləyir? Öz sədəsini başqasının bədbəxtliyi üzərində qurmaq istəyəni feili sifət tərkibi, yəni feili birləşmə ifadə olunub. 30. Təhsil alan sualına cavab verin tamamlıq işlənmiş cümləni müəyyən edin. Yəni kimi, nəyi, haranı, nə suallarına cavab verilsin. Bizdən vasitəsiz tamamlıq istəyir. A variantı. Səlmənin bu işdən xəbəri yoxdur. Yoxdur nə? Səlmənin xəbəri bu cümlədə ümumiyyətlə
Vasitəsiz tamamlıq yoxdur. Onun arzuladığını biz də istəyirik. İstəyirdik kim biz, nəyi onun arzuladığını ifadə olunan feili birləşimi ilə və hal kimi təsirli haldadır. Variantımız B-dir. Biz Azərbaycanın xoşbəxt gələcəyinə inanırıq. İnanırıq kim biz nəyə Azərbaycanın xoşbəxt gələcəyinə. Burada isə ismi birləşimi ilə ifadə olunur və vasitəli tamamlıqdır. Yönlük alan sualına cavab verir. Keçiləcək nə yığıncaq, nə zaman sabah. Burada tamamlıq yoxdur. Xəbərdardır kim, hamı, nədən olanlardan. Burada isə çıxışı xanın sualına cavab verir deyə. Variantımız oldu B. 31. Hansı cümlədə tamamlıq feili birləşmə ilə ifadə olunmuşdur deyirsə. Unutmamalısan nəyi, məsələni isimlə ifadə olunub. Ali məktəbə daxil olmağa qarşıma məqsəd qoymuşam. Qarşıma məqsəd qoymuşam nəyi, ali məktəbə daxil olmağı. Götürəcək məstər tərkibi, yəni feili birləşmə ilə variant B. C. Kitab oxumaq hamı üçün faydalıdır. Faydalıdır. Nə? Kitab oxumaq kim üçün? Hamı üçün. Qoşmalı əvəzi ilə ifadə olunub. D variantı. Ona xeyirxahlığına görə hörmət edəcəklər. Hörmət edərdilər. Kimə? Ona. Burada əvəzi ilə ifadə olunub. Y variantı. Həyatın qəribəliklərini hələ çox görəcək. Görəcək nəyi? Həyatın qəribəliklərini. Burada isə ismi birləşmə ifadə olunub. 32-yə baxırıq. Hansı cümlədə tamamlıq feili birləşmə ilə ifadə olunub? A variantı. Onun xəstəliyinə görə evə buraxdılar. Buraxdılar kimi onu. Əvəzi ilə ifadə olunub. B variantı. Başlıca şərt hər şeyin yerini bilməkdir. Başlıca şərt nədir? Hər şeyin yerini bilməkdir. Yəni bu cümlədə tamamlıq yoxdur. Adilənin yazıb yaratmaq həvəsini alqışlayıram. Alqışlayıram nəyi? Adilənin həvəsini. Burada isə ifadə olunub ismi birləşmə ilə, üçüncü növlə. Bu illərdə onlara tez-tez gedib gəlməyə adət etmişdim. Adət etmişdim nəyə? Bu illərdə onlara tez-tez gedib gəlməyə. Məstər tərkibi feili birləşmə ilə ifadə olunub. Variant D. Həyatın dolambac yollarını hələ çox görəcək. Görəcək nəyi? Həyatın yollarını. Üçüncü növ təyin söz birləşməsi, yəni ismi birləşmə ilə ifadə olunub. Variant D. 33. Söz birləşməsi ilə ifadə olunmuş tamamlıq hansı cümlədədir? Həmin gənc bugün şeirimizin tanınmış nümayəndəsidir. Şeirimizin nümayəndəsidir kim, gənc, hansı, həmin, nə zaman, bugün. Burada tamamlıq yoxdur. Boyun boyuna verib mürgüləyən qayalıqlara baxdı. Baxdı haraya qayalıqlara, hansı boyun boyuna verib mürgüləyən. Burada tamamlıq yoxdur. Kürün o tayında sən qəfil külək kəndin arasında dolaşdı. Dolaşdı nə külək? Harada kəndin arasında? Hansı külək kürün o tayında isə? Burada tamamlıq yoxdur. Repressiya qurbanlarına 20-ci əsrin 50-ci illərindən sonra bəraət verildi. Bəraət verildi kimə? Repressiya qurbanlarına. İkinci növ təyinli söz birləşməsinin ifadə olunub variant D. Müstəntiq o barədə nə qədər soru-sual etdisə də müfəssəl cavab ala bilmədi. Soru-sual etdi kim müstəntiq? Nə barədə? O barədə. Yəni bu da qoşmalı sözdür. Götürmürük. Variantımız D. 34. Feildən düzələn isimlə ifadə olunan tamamlıq işlənən cümlələri müəyyən edin. 1-ə baxırıq. Səfirə xala sevincini heç kimdən gizlədə bilmədi. Gizlədə bilmirdi kim Səfirə xala nəyi sevincini. Sevinməkdən sevinç feildən düzələn isimdir. Tamamlıqdır. 1-i götürdük. Tapşırığı yerinə yetirəndən sonra qərargaha getdik. Getdik hara qərargaha, nə zaman? Tapşırığı yerinə yetirəndən sonra. Düzdür, burada tapşırmaqdan tapşırıq var feildən düzələn isim, amma feili sifət tərkibindədir deyə götürmədik. Yağıntı az olduğuna görə məhsulun bol olacağından söhbət gedə bilməzdi. Söhbət gedə bilməzdi nədən? Məhsulun bol olacağından, nə səbəbə yağıntı az olduğuna görə. Burada düzdür, yağmaqdan yağıntı feildən düzələn isim var, amma o da feili sifət tərkibinin tərkibində deyə müstəqil cümlə üzvü deyil. Axtarışa gedənlər heç nə tapmayıb qayıtmışlar. Qayıtmışlar kim? Axtarışa gedənlər. Axtarmaqdan axtarış feildən düzələn isim var, amma feili sifət tərkibinin asıl tərəfindədir deyə götürmürük. Senari xoşuna gəlmədiyi üçün çəkilişə razılıq verməmişdi. Razılıq verməmişdi. Nəyə? Çəkilişə. Çəkməkdən çəkilmək, çəkilməkdən çəkiliş. Feildən düzələn isim var və tamamlıq funksiyasındadır. 5-i də götürdük. Variant 1-5. 35-ə baxırıq. Cümlələrin birində tamamlıq məsəllə ifadə olunmuşdur. A variantı. Sonra çörəyin qalanını büküb cibinə qoydu. Nəyi? Çörəyin qalanını. Burada ismi birləşmə ilə ifadə olunub.
B variantı. Bilet üçün ayırdığım pula dəymədim. Dəymədim nəyə? Pula. Burada isimlə ifadə olunub. İkinci dəfə onları narahat etmək olmazdı. Olmaz nə? İkinci dəfə onları narahat etmək tamamlıq yoxdur. Evə telegram vurdum narahat olmasına. Nəyi? Telegramı. Burada isim ifadə olunub. Y variantı. Adamlar mütaliədən əl çəkilir, fikirləşməkdən də əl çəkilir. Əl çəkilər kim adamlar? Nədən? Fikirləşməkdən. Nə zaman mütaliədən əl çəkəndə? Burada fikirləşməkdən məsələn ifadə olunur. Bu səbəblə variantımız Y. 36. Hansı cümlənin tamamlığı xüsusi isimlə ifadə olunmuşdur? A variantı. Qobustanı dünyaya tanıtmalıyıq. Tanıtmalıyıq. Haranı Qobustanı? Qobustan xüsusi isimdir. Variantımız elə A variantıdır. Xiyabani azalıq pərvanəsi idi. Azalıq pərvanəsi idi. Kim xiyabani? Burada tamamlıq yoxdur. Camaat onun yeni çıxışını gözlərdi. Gözlərdi kim camaat? Nəyi onun çıxışını? Burada ismi birləşmə ifadə olunub. D variantı. Orxan Səttar Bəhluzadənin əsərlərinə heyran olduğunu gizlətmirdi. Gizlətmirdi kim Orxan? Nəyi? Səttar Bəhluzadənin əsərlərinə heyran olduğunu. Burada feili birləşmə ifadə olunub. Y variantı. Alim Abşeronun Qobustanın kosmos üçün açıq fəal sahə olduğunu sübut etmək istəyirdi. Sübut etmək istəyirdi. Kim? Alim nəyi? Abşeronun fəal sahə olduğunu, feili birləşmə ifadə olunub. Variant A. 37. Təhsil halının suallarına cavab verin, tamamlıq işləmiş cümlə istəyir bizdən. Qoy gənclərimiz müstəqil fikir, sağlam düşüncə sahibi olsunlar. Müstəqil fikir, sağlam düşüncə sahibi olsunlar. Kim gənclərimiz? Burada tamamlıq yoxdur. B variantı. Onun gözlərində müharibənin ağır və əzablı dəhşətləri əks olunmuşdur. Əks olunmuşdur nə? Müharibənin dəhşətləri nədə onun gözlərində? Burada vasitəli tamamlıqdır və təhsil halının sualına cavab verməyib. Yelik halının sualına cavab verib. C variantı. Bu adamların gözləri qarşısında doğma vətənin mənzərələri canlanırdı. Canlanırdı nə? Vətənin mənzərələri. Təhsil halının sualına cavab verim. Tamamlıq yoxdur. D variantı. Şamil hamıdan cəsarətli tərpəndi. Tərpəndi kim Şamil? Nə tərzdə hamıdan cəsarətli? Burada tamamlıq yoxdur. Y variantı. Yorğun ovçu tüfəngi çadırın yanına söykədi. Nəyi? Tüfəngini. Tüfəngi burada təhsil halının sualına cavab verib. Variant Y. 38-ci testə baxırıq. Cümlələrin birində tamamlıq yer zərfi ilə ifadə olunmuşdur. Bu uşaqların çoxunu mən hələ yaxşı tanımırdım. Tanımırdım kimi uşaqların çoxunu. İsmi birləşmə ifadə olunub. Tələsməyin, içərini də diqqətlə nəzərdən keçin. Nəzərdən keçin haranı, içərini. Burada zərflə ifadə olunub. Variant B. Mən o dağları heç unuda bilmirəm. Unuda bilmirəm ki, mən haranı dağları. İsimlə ifadə olunub. Unutmaz bu oba, bu mahal məni, kimi məni. Burada əvəzi ilə ifadə olunub. İçim özümü yandırır, çölüm özgəni. Burada isə əvəzlik və sifətlə ifadə olunmuşdur. Variant B. 39. Cümlələrdən birində fərqləndirilmiş söz tamamlıqdır. Gəlin bağlarımızdan gülü dərək. Vasitəsiz tamamlıqda variant A. Bu gül buradakıların ən gözəldir. Buradakıların gözəldir nə gül mübtədadır. Ürəyində sevim biraz, gül biraz. Nə et gül xəbərdir. Gül ətri çobanı bihuş etdi. Bihuş etdi nə gül ətri. Mübtədadır. Gül burada müstəqil cümlə üzvü deyil. Söz birləşməsi nasıl tərəfidir. Gül yarpaqları indi saralıb solurdu. Nə gül yarpaqları. Burada da gül yarpaqları İsmin birləşmə nasıl tərəfidir və müstəqil cümlə üzvü deyil, ümumilikdə mübtədadır. 40-a baxırıq. Hansı cümlənin tərkibində tamamlıqlar müxtəlif suallara cavab verir. Yenə də vasitəsi və vasitəli tamamlıq axtaracaq. Bu əhvalatdan sonra Sevil anasına məktub yazdı. Yazdı kim Sevil? Kimə? Anasına. Vasitəli tamamlıq. Nəyi yazıb? Nə yazıb? Məktub yazıb, bu isə vasitəsiz tamamlıq. Variant A. Hərəsi öz fikrinin doğru olduğunu sübut etmək istərdi. Sübut etmək istərdi kim hərəsi, nəyi, fikrinin doğru olduğunu. Burada feili birləşmə ifadə olunan yalnız nəyi sualına cavab verən tamamlıq var. Bu kəndlərin hamısı Məmməd Həsən əminin qonşusudur. Məmməd Həsən əminin qonşusudur. Kim? Kəndlərin hamısı. Burada tamamlıq yoxdur. Belə yerdə adama kömək etmək lazımdır. Lazımdır nə? Belə yerdə adama kömək etmək. Tamamlıq yoxdur. Vaqif bu adamların çoxunu tanımırdı. Tanımırdı kim Vaqif, kim adamların çoxunu. Burada isə vasitəsiz tamamlıq var. Yalnız kimin sualına cavab verən. Variant A. 41.
Hansı cümlədə iki tamamlıq işlənmişdir? Lazımdır nə kitab? Kim üçün? Şagirdlər üçün. Bir tamamlıq var. Şair öz qəhrəmanının igidliyi haqqında danışdı. Danışdığı kimi şair nə haqqında? Qəhrəmanın igidliyi haqqında. Gördüyümüz kimi burada da bir tamamlıq var. Rəis Hami ilə çox mehriban söhbət edir. Söhbət edir kim rəis, kim ilə Hami ilə vasitəli tamamlıqdır. Bir tamamlıq. Ata hərbi xidmətdəki oğluna sovqat göndərdi. Göndərdi kim ata, nə göndərib sovqat bir tamamlıq. Kimə göndərib oğluna ikinci tamamlıq variant D. O ustalarla birgə həyətə düşdü. Burada da iki tamamlıq yoxdur. 42. Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunan tamamlıq işlənib? O əlindəki yükü yerə atdı və közənin qulpundan yapışaraq özünə tərəf çəkdi. Nə yerə atıb yükü? Bir dənə tamamlıq var. Uşaqlar yaxınlıqdakı çəmənlikdən çoban yastığı çiçəyi yığmışlar. Yığmışlar kim uşaqlar? Nəyi? Çoban yastığı çiçəyini. Burada ikinci nöqtənin söz birləşməsini ifadə olunub. 2. Tikintidə işləyənlər Sənubərdoğlu'nun qardaşı İlxanı da çoxdan tanıyırlar. Tanıyırdılar kim? Tikintidə işləyənlər kimi Sənubəri, kimi İlxanı. Onun qardaşı təyindi burada. Avazın səsi ilə oxunan bir mahnı otağa dolaraq gecənin sükutunu pozdu. Pozdu nəyi? Gecənin sükutunu. İsmi birləşməni ifadə olunub. Onun dediyi sözlər bizə qol qanad verir, gələcəyə səsləyirdi. Qol qanad verir nə? Sözlər hansı onun dediyi kimə? Bizə. Burada tamamlıq söz birləşməsini ifadə olunmayıb. Götürəcək 2-4. 43. Hansı cümlədə tamamlıq ismi birləşmə ilə ifadə olunmuşdur? Akif şəhərin mərkəzi küçələrindən keçərək dəniz sahilinə tərəf addımladı. Addımladı kim? Akif. Haraya? Dəniz sahilinə tərəf. Nə tərzdə? Şəhərin mərkəzi küçələrindən keçərək fe'li bağlama tərkibi zəfli. B variantı xanəndənin xoş avazını dinləndikcə ruhumuz təzələnirdi. Təzələnirdi nə ruhumuz? Nə zaman xanəndənin avazını dinləndikcə? Burada da tamamlıq yoxdur. Qaranquşların qayıtması yazın gəlişindən xəbər verirdi. Xəbər verirdi nə? Qaranquşların qayıtması nədən yazın gəlişindən? Üçüncü nöqtənin söz birləşməsi, yəni ismi birləşmə ifadə olunub variant C. Uça bilmirdi nə sərçə balası, nə zaman hələ, hansı balaca tamamlıq yoxdur. Yaz gələr gəlməz kənd əhalisi torpağa əkməyə başladı. Başladı kim kənd əhalisi, nə zaman yaz gələr gəlməz, nəyə, torpağa əkməyə. Burada da ismi birləşmə ilə ifadə olunan tamamlıq yoxdur. 44. Nə sualına cavab verin tamamlıq işlənmişdir. Sizin fikirlərinizə elm adamlarının çox böyük ehtiyacı var. Var nə? Elm adamlarının ehtiyacı nəyə? Sizin fikirlərinizə, nəyə sualına cavab verir? Dediklərimizə heç kəsin şübhəsi olmasın. Heç kəsin şübhəsi olmasın nəyə dediklərimizə. Burada da Yonik Hanım sualına cavab verir. Dağların başını qışda qar örtür. Örtür nə? Qar nə zaman? Qışda. Nəyi? Dağların başını. Burada nəyi sualına cavab verir. Yaxınlıqdakı binanı söküb yeni idman zalı tikəcəklər. Tikəcəklər nə tikəcəklər? İdman zalı. İdman zalını tikəcəklər. Burada təsiri verdi. Özündən qabaqki ifadəni də təsiri halda tələb edir. Variant D. Şəhərarası əlaqədə nəqliyyatın çox böyük əhəmiyyəti var. Var nə? Nəqliyyatın əhəmiyyəti. Burada da nədə? Şəhərarası əlaqədə. Burada da gördüyümüz kimi nə sualına cavab verən tamamlıq yoxdur. 45. Hansı cümlədə tamamlıq vəzifəsində olan ismi birləşmə işlənib? Bayram bəy istəyirdi ki, qardaşının uşaqları başqalarına əskik olmasın. Əskik olmasın kim? Qardaşının uşaqları kimdən başqalarından? Tamamlıq sifətlə ifadə olunub. O vaxtdan Fatmanın ürəyində ərinin anasına qarşı bir kin düyünləndi. Kin düyünləndi. Nədə? Fatmanın ürəyində. Kimə qarşı? Ərinin anasına qarşı. Deməli, 2-ni götürəcəyik. Kasıb olana nə olar? Kasıbın Allahı, tanrısı yoxdur. Burada gördüyümüz kimi tamamlıq yoxdur. 4-də o elə sakit durmuşdu ki, sanki anasının töhmətlərini eşitmirdi. Eşitmirdi nəyi? Anasının töhmətlərini. İsmi birləşməklə ifadə olunan tamamlıq. 2-4. 46. Hansı cümlənin tamamlığı aslı tərəfi əvəzi olan ismi birləşmə ilə ifadə olunmuşdur? Mən bacım oğlunu stolun başına dəvət etdim. Dəvət etdim kim? Mən. Kimin bacım oğlunu? Hara stolun başına. Gördüyümüz kimi burada ümumiyyətlə aslı tərəfi əvəzi ifadə olunan ismi birləşmə yoxdur. Onun istirablarını öz istirabım kimi yaşadım. Yaşadım nəyi? Onun istirablarını aslı tərəfi əvəzi ifadə olunan
ismi birləşməmiz var və tamamlıqda 2-ni götürdük. Bu adamlar son zamanlarda onların bağında tez-tez görünürdülər. Burada asıl tərəf əvəzi ifadə olunan ismi birləşmə var, amma zərflik funksiyasındadır. Götürmürük. Zərnigar xanım bunların heç birini görmürdü. Görmürdü kim Zərnigar xanım nəyi bunların heç birini. Asıl tərəfi işarə əvəzində ifadə olunan ismi birləşmə var. 4-ü götürdük. 2, 4. 47. Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunan tamamlıq işlənmişdir? O mazotlu əlini üzünə vurub yanağını daha da qaraltdı. Qaraltdı kim o? Nəyi yanağını isimlə ifadə olunub. Oqtay həm tətilin, həm də ətrafında baş verən digər hadisələrin mənasını dərk edə bilmirdi. Dərk edə bilmirdi kim Oqtay? Nəyi? Tətilin mənasını ismin birləşimi ilə ifadə olunub. 2-ni götürdük. Mən onun gözlərində məhəbbəti də son sözümü gözləyən intizarı da görürdüm. Görürdüm ki, mən nəyi intizarı, hansı son sözümü gözləyən, nədə görürdüm onun gözlərində? 3-ü də götürdük. Yayda bu suyun hər damcısı bir qızla bərabər olur. Bərabər olur nə? Suyun damcısı nə zaman yayda nəyə bərabər olur? Qızla. Burada söz birləşməsində ifadə olunan tamamlıq yoxdur. Əskərlərin yaxşı məqsədlə gəlmədiyini hamı duyurdu. Duyurdu kim hamı? Nəyi? Əskərlərin yaxşı məqsədlə gəlmədiyini fe'li sifət tərkibinin ifadə olunub. 5-də götürdük. Nəticədə variantımız 2, 3, 5. 48. Cümlələrdəki tamamlığın ifadə vasitəsinə görə işlənmə ardıcıllığını müəyyən edin. Odunçu oğlunun səsini hamı heyranlıqla dinləyirdi. Dinləyirdi. Kim hamı? Nəyi dinləyirmiş? Odunçu oğlunun səsini. İsmi birləşmə ilə ifadə olunub. 5 ilə başlayırıq. Vətən uğrunda canından keçənləri unutmaq olmaz. Unutmaq olmaz. Kimi? Vətən uğrunda canından keçənləri fe'li sifət tərkibi ilə ifadə olunub. Yaralını hospitala yerləşdirdilər. Yerləşdirdilər kimi yaralını. Yaralı isimləşmiş sifətdir. 4-lə davam elədik. Bax gör nəyi unutmusan? Unutmusan sual əvəzi ilə ifadə olunan tamamlıqdır. Həyatımızın qarantı olan meşələrimizi qoruyaq. Həyatımızın zəmanəti olan meşələrimizi qoruyaq. Qoruyaq nəyi? Meşələrimizi isimlə ifadə olunan tamamlıq. 5, 2, 4, 3, 1 yazırıq. Belə bu qədər. Sağ olun, sağlıqla qalın.